Sağ dostlar, kanalıma hoş geldiniz. Bir daha sizi hoş gördük. Uzun müddetlik sizden görüşürüz. Ramazan evvelinde sizinle görüşmüştüm ve demek bazı tövsiyelerimi vermiştim. Şimdi artık Ramazan axırına gəlmişik. Allah'ım oruç namazını kabul etsin. Ben tabii ki ben de oruç tuturam. Düzdür, bir həkim var, mənim bir həkim var, cavan qızı. Mən dedi ki, daha isə oruçma olmaz. Ben de ay kızım Allah deyir ki olar da ben eğer benim səhətim imkan verirsə oruçma heç mən demiş o sənə oruçma olmaz. Bu hər kəsə belədir. Yəni kimin səhəti imkan verirsə oruçmalı, o oruç tutmalıdır. Yəni, mən həmişə belə deyirəm ki, bütün kim məndən soruşur oruçda beləmi? Mən deyirəm ki, oruçda beləsən. Niyə də olmasın ki? Hər kəs oruçda belər. Eğer səhəti imkan verirsə tutmalıdır. İndi bir var ki, o xəstələri var, insülin vururlar, elə xəstələri var ki, gündüzdə dərman içməlidir. Onlara təbii ki, icazə verir ki, oruç tutmasınlar. Yəni ya sonra qazansın məzəli, yəni onun izlənsə artıq onu bir xadimə bir şey necə olmalıdır. Amma mən deyirəm ki, kimin səhəti imkan verirsə o orucu tutmalıdır. Bu oruc vacibdir. Onu tutmaq lazımdır. Artıq Ramazan bayramı yaxınlaşır və qarşıdan gələn bayram münasibətilə hamınızı təbrik edirəm. Allah oruc namazını qəbul etsin. Allah hamının elm versin. Allah Ramazan ayının əziz hesabını bizlərdən sizdən əsirgəməsin inşallah. Özünüz görürsünüz, institutda xəstəyəm, danışmışsınız ki, mən institutda xəstəyəm. Buna baxmayaraq mən orucumu tuturam. Yəni səbəb onda məndə əsas təzyiq dərmanıdır ki, təzyiq dərmanı içməyəm, hökmən səhər içməyəm. Amma başda olan təzyiq dərmanı içirəm və bütün gün əzmə rahat oluram. Yəni heç bir problem yoxdur. Ona görə də mən rahat orucumu tuta bilirəm. Bir şey dedim ki, bugün Dünya Qadınlar Bayramı idi. Dünya Qadınlar Bayramı idi. Və mən keçmiş olsun bütün qadınları təbrik edirəm. Allah can sağlığı arzulayıram. Allah hamının canı sağlığı versin. Əsas can sağlığı olsa hər şey dilərəm. Çalışın ki, üzünüz gülsün və gözləriniz sevinclə yaşarsın. Həmişə bol ağzını xeyir işlər görün. İnşallah. Ona görə də mən bir daha xanımları təbrik edirəm və bu günləri bir qadın xəstələrə qarşı bir məcbur sizə verəcəyim. Bu da olsun, mən sizə hədiyyəm. Gec olsa qəbul edin. Mən bir sizə məcbur resepti verəcəyim. Çox gözəl bir tərkibdir. Bu da çayır beşində hazırlanan məcburindən biridir. Və bunun tərkibinə gedir güdətində 100 qram, ərküdə 50 qram, pomidor 50 qram, qarayisa 50 qram, zəncəfil 30 qram və bal 1 qram. Bax, gözün nə qədər gözəl tərkibdir. Demək, bu təkcə qadın xəstələri deyil, bir çox xəstələrin müalicəsində bunu istifadə edilmək olar. Antibakteriyel iltihab əleyhinə təsir göstərər. Qaraciyər öz yolunu kronik xəstələrində, kronik hepatit xolesterin müalicəsində öz yolunu istifadə edilmək olar. Həmçinin müxtəlif qadın xəstələrinin müalicəsində bunu istifadə edilmək olar. Hormonal pozuntularda, ondan sonra aminoida, klimakteriya sindromunda bunu istifadə edilmək olar. Qadın orqanizminin erkən qocalmasında qarşısını alır. Miyoma mastopatiyanın profilaktikası üçün bu faydalıdır. Mastopatiya miyomaları kompleks müalicəsində istifadə edilmək olar. Qadınlarda mərkəzi sinir sisteminin funksional pozuntuları zamanında istifadə edilmək olar. Həzmi asanlaşdırır, tozlandırıq xüsusiyyətləri var. Qadınlarda hormonal pozuntuları müalicə edir. Menopaz dövründə qadınlarda psixoloji vəziyyətdə müsbət təsir göstərir. Uşaq qolunun iltihab axıntıları və uşaq qolunun eroziyasının müalicəsində istifadə edilmək olar. Qadının sinir sistemi ilə əlaqəli bağlı bütün iltihabi xəstəliklərdə istifadə edilmək olar. Antiseptik, antibakteriyel iltihab əleyhinə təsir göstərir. Təbii ağrı kəsicidir. Soğuyanma müalicəsində istifadə edilmək olar. Xolesterini azaldır, gümrahı verir və immuniteti gücləndirir. Gözümdən gözəl bir tərkib sizə verdim ki, həm qadın xəstəlikləri, yəni fibroma, miyoma, mastopatiya, fibroz, kistoz toxumaların inkişafında olan qarşısını alır və
bütün bu xəstələrin, yəni klimakterik sindromdur. Bunun klimakterin uzanması, bunu istifadə etmək olar. Və çox gözəl bir tərkibdir. Əgər ki, uşaqlığında polipə olsa, problem olsa, bunu istifadə etmək olar. Demək, çox gözəl bir məcun sizə verdim. Hazırlayın, istifadə edin. Allah can sağlığı versin, hamıya can sağlığı versin. Və kanala abunə, kim kanala abunə değilsə kanala abunə olun. Videoda bəyənin, paylaşın ki, hamı bunu çox adam daha çox adam istifadə edebilsin. Çox danışıq vaxtı almaq istəmirəm. İnşallah ki, gəlin görüşürlər görə.